ədl olmasa laxlı, yerindən çıxıyor hər nə mənə. Bil ədli qaməti səmavatı vələrz. Hədisdə var, əgər göydə bir zərrə ədalət pozula, göy yer hamısı dağlar oradan gedər. Nizam-ı aləm, nizam-ı ədalətdir. Göy yer ha. Bəşərin də nizami möhkəm ola, dağılmaya gərək nizami ədalət ola. Ədl aləmə hakim ola. Ədl-i mütləqi aləmə İmam-ı Zaman dolduracaq, vilayət. Ədl-i mütləqi aləmə dolduracaq. Ona təvəccüh eləmək həyat afərindir, yaradır. Niyə belə rivayətdə İranlıların üstünə hesab açıbıdır? Təəmmül eləyin. Bir sözləri deyilibdir, zaman təfsir eləyir. Zaman olmasaydı, keçəcək zaman, adam bu rivayətləri məna eləyə bilməzdi. Niyə bu sözü deyir? Belə İran üstə təkşi eləyir. Çünki məlumdur, pərçəndar o həqiqətdilər. Hərçənd o həqiqət deyirlər, amma ələndardırlar o həqiqətə. O həqiqəti, vilayəti aləmdə İranlılar piyadə eləyəcək. Bu bir müjdədir, verilibdir. Bizim rivayatımızda, ayatımızda var, ayatı Qur'anda. Bu müjdə verilib, təkyegah İrandır, cəmaət İran. O da nə həmmi? Bu sözlər deyiləndə neçə vəçi var? Benəhvi umum deyilib, nə benəhvi xüsus? Bu cür deyil, fərdimiz ola. Bir tədad cəmiyyət ələmdar olacaqlar. Sinxiyyət istəyir ələmi götürməyə. Qabiliyyət istəyir həqiqətə çatasan ki, aləmi balıq eləyəsən, aləmi. Allahu Ekber. Qay insan intizardan danışır, heç bilməyin nə danışır. Bilməyin həqiqəti yennə mənə. Həmin qədər intizar-ül fərəc. Liza deyir, intizar-ül fərəc min əfsəlil ibadə. İntizar-ı fərəcə çatmağa, çəşməyə heç ibadət çatmaz. Heç ibadət. O da intizar bu mənaya deyir, evində oturasın, yorğanı başı atasın, oturasın evində, evin quşəsində. Yox, hər zamanda bir təklif vardır. O təklifə əməl eləmək. Hər zamanın təklifi vardır. Hər kəs o təklifə əncam versə müntəzirdir. Gərək müntəzir, müntəzərlə bir sinxiyyəti ola. Şəraiti cəm ola müntəzərlə. Niyə İranlıların üstünə təşkil edib? Dedim, əvvələn benəhvi umum deyibdir. Qəziyyə-i muhmələdir. Yəni, bu cəmaətdən çoxlu qabil insanlar vardır, bu pərçəmi əllərinə götürəcəklər. İkincisi, yəqzə gətirək, bidaridir. Bu mərifəti tapdın, əlləşək, bu nəsl qafilədən dalı qalmaya deyə pərçəmdar mən olacağım. Bu pərçəmi mən götürəcəyəm, pərçəmi vilayəti. Çünki insanda bir həyəcan yaradır, insanda bir bidari yaradır. Deyim, mən qafilədən dalı qalmayayım. Üçüncüsü, əslən pərçəmi hidayət vırley bərai tamam əhli aləm. Tamam əhli aləm. Külli aləmə nişan çəkilək ki, bu İranlılar gedən yol düzdür, sırat-ı müstəqimdir. Bu yolla getkinən. Bu İranlılar verən bərnamə sırat-ı müstəqimdir, bu yolla getkinən. Şərait-i tarixi və cahan şahidi bu müddəalərimizdir. Ki, hara getmişik? Şərait-i tarixi. Hala mən ayatdan və rivayatdan bu sözümə bir şahid gətirim, İran şinasi eləyəsən, amma az nəzəri mənəvi İran şinasi eləyik. Mən Kaxi Cəmşidi nəmidunəm, Kaxi mədaini sən üçün təşrih eləməyəm, Kesranı sən üçün təşrih eləməyəm. Nəm təməddün nə gəldi, nə getdi, bəlkə Peyğəmbər dünyaya qədəm qoyanda Kaxi Kəsra titrədi. Rivayətdə var, 14 dənə kongirəsi üçdü. Həzrət İmam rəhmətullah teala aleyh bəhs eləydi bir dəfə, Fatimə-i Zəhraya nisbət bəhs eləydi. Bu nüktəni bir dəfə viladəti Peyğəmbərdə buyurdu, 14 dənə kongirəsi niyə üçey? Niyə Peyğəmbər dünyaya gələndə əvvəl Kaxi Kesra lərziyə düşey? Yəni o gətirən din buradan umum eləyəcək. O gətirən dinin paygahı buradır. Həqiqətin bu cəmiyyət tapacaq. Bu cəmiyyət ki, bu məhdudədə mərkəzi buradır. O da imam buyurdu, 14 ildən sonra bu Kaxi şahənşahı dağılacaq ki, 14 qarnidən sonra İnqilab İslamı gəlib. 14 qarn İslamdan keçəndən sonra İnqilab İslamı vücuda gəlibdir. Diqqət eləcinən, bunlar hamısı bişarətdir.
Əgər elmi aparıb göydən astıyalar ki, heç kəsin əli çatmaya, Səlmanın qovmi elmi gedib göydən yerə gətirəcəklər. Yəni, hər yanda olsa. Üstünə açılır bunun içində. Hesaba baxa, Allahu Əkbər. Yəni, bura mərkəz-i tolid-i fitrətdir. Burada yaran-ı həqiqi İmam Zaman bitəcəklər. Bu məmləkətdə. Bu məmləkətə rivayətdə baxı, İmam Sadıq bu məmləkətə baxanda tamam şəhərlərini istəyib bücür deyir ki, tamam şəhər-i İran qum olun, qum. Hədis bücürdür. İmam bücür bəhs edir, elə cavab verir. Elə bil istəyir ki, tamam şəhər-i İran qum ola. Hamımız qum təşkil olun, yəni canınızı quma verin. Ki, əlhəmdə o zəminə fərahim olur, yavaş-yavaş tamam şəhərləri qum təşkil edək. Diqqət eləyin, biri də gediblər Reydən İmam-ı Sadıqı görməyə. Hala, sər növbət şəhri Reydir. İmam-ı Sadıqı görəndən sonra ərz elədilər, ağa, biz Reydən gəlmişik, əhali Rey. İmam buyurdu, xoş gəlibsiz, qummu qardaşlarım. Dilə, ağa, biz Reydən gəlmişik. İmam buyurdu, xoş gəlib qumdan gələn qardaşlarım. İkinci dəfə dedilər, ağa, biz deməyik qumluq, biz əhali Rey. İmam buyurdu, xoş gəlib qumdan gələn qardaşlarım. Elə bir sözü İmam təhvil almıyor, ya İmam istəyir əsrar təhvil verə. İş olar gəlməmiş İmam bilir, kimdir gələn? Evlərindən çıxmamış niyyətlərin bilir. Məgər İmam Rıza şəhri Tusda bir dənə cənazənin dalca düşüb qaçmadı. Tabutu o qədir verdi, sağına, soluna, tabutu özü həmliydi, cəmatın əlindən alıydı. Ravidi təəccüb elədim, ağa, əvvəlin var, şəhrə vardulu, bu tabut sahibi kimdir? İmam tanımıyor onu həmli. Qəbristanda cənazəni qoyandan sonra üstün açdı, gördüm, bir cavan da ölübdü. İmam çəkdi o cənazəni, zatdan, tabutdan çıxartdı, sıxdı sinəsində. Sıxdı sinəsində, buyurdu, həniyən ləkəl cənnə, la xavfə bədə hazihi saə. Behiş sənə şirin olsun, bundan sonra qorxun yoxdur, həmişə kef eləyəcəksən. Bəli. Ben bir dəfə bir nəqildə görmüşəm, sonra o rivayətin dağcaq gəzmişəm, müvəffəq olmamışam, ona sənədini taban bir yerdə görmüşəm. Bir nəfər qəbristanda atası əyləşmişdi, durdu, qaçdı bir nəfərə, dedi, bu kimdir mənim oğlumun cənazəsini bu sinəsinə sıxı? Dedi, bu Samünül Hüccəcdir, İmam Rızadır. Ondan qaç dedi, ağa, and olsun Allah, mənim bu oğlum gecə də deyildir, Rıza günüz də deyil, Rıza. Bir qərar idi sənin eşqində, İmam buyurdu, tanıyam, sən demək lazımdır, biliyəm, biliyəm o cür idi. Biz dostlarımızı tanıyıq. Xəbərin yoxdur, səni tanıyırlar. Əlləş ölümdən qabağa görəsən, mələ görməsin, hətta qal haləti ehtizara çıxanda görəcəksən, dostun kimdir? Bunu da görəcəksən. Bizə kimdir dua eləyi? Bizim zindagimiz nizam tafi, belə xərabkardan sonra. Onlar dua eləyirlər də. İmam Sadıq'a deyir, biz əhli, İmam Sadıq buyuruyor, qumdu qardaşlarım, qumda olan qardaşlarım, xoş gəlibsiz qumdan gələn qardaşlarım. Təəccüb eləyir cəmaat. Ərz elədilər, ağacan, neçə dəfə deyirlər, ağacan, biz axı reyliyik, qumlu döyürük. Elə İmam həmin cavabı verdi, bəd buyurdular, Allahın hərəmi var, o ibarətdir Məkkədən, Peyğəmbərin hərəmi var, o ibarətdir Mədinədən, Əmirəl-Muminin hərəmi var, o ibarətdir Kufədən, biz əhl-i beytündə hərəmi var, bizim hərəmimiz qumdur. Qumdur, İmam Həsən Əskəri buyurdu, qum bizim yuvamızdır, aşiyanəmizdir, hər yanda 3 söy, axırda qumda düşərik. Axı, hər quşun bir yuvası olardı, hər yanı gəzsə, axır gələr yuvasında yata. İmam buyurdu, bizim aşiyanəmiz, evimiz qumdur, hər yanda 3 söy, axırda qumda düşəcək. Birisi İmam Zaman qumda düşəcək. Bu rivayətə diqqət edin. Bəd İmam buyurdu, tez olar mənim nəslimdən bir dənə xanım, Binam-ı Fatimə adında, şəhri qumda dünyadan gedər, orada dəfn olar, hər kəs onu ziyarət eləsə əhl-i behiştdir. Həzrəti Fatimə-i Məsumiyyə nisbət bu rivayət nəql olub. Bu sirr rivayəti istəyəm sən üçün deyəm,
İmam istəyir reyi quma vəsl eləyə. Məgər istəyir reylərə bir ehtiramlıq eləyə. Yox. Hər yandan geçsə elə imam bizi dost deyil. Amma istəyir özünüzü quma vəsl eləyin. Əfkar qumla yaşayın. Əndişəyi qumla yaşayın. O zaman bu mətalib deyilib, qum bir dənə dehkədə idi. 2000-3000 nəfər cəmiyyəti olar. Bir xətt nişan çəkək برای tarix bəşəriyyət. Ki bu aləmdə insan, hətta şəhrilərimiz istəsə buluğa çata, gərək qum ola şəhrilərimiz. Qum əndişəsində ola. Əndişəyi qum ola. İmam hamını servir deyil, reylülər qum olun. Rey də bizdən, amma qum olun. Biz istəyik qum dərəcəsində olasınız. Hər şəhri gəlsin də istəyik qum dərəcəsində olasınız. Qum şəhri vilayətdir. Şəhri tevhiddir. Şəhri imamətdir. Payitaxt cihan təşəyyüdür. Vəqti bu ayə nazil oldu, oxudu İmam Sadıqa bir ayədir. Subhanəl-ləzi əsra bi-abdihi leylən minəl-məscidil haram iləl-məscidil əqsəl-ləzi barəkna havləh linuriyahu min ayatina ki Sure-i İsra'da da ta orada neçəmci ayədə burayı və qəyyəzna ilə bəni İsrail əvailə ayatı da Allah burayı yazdıq bəni İsrailin barəsində fil kitab Turatda bir hikayəti dedik. La tufsidunna fil arz mərrəteyn. Ey bəni İsrail, qovmi Yahud, yeryüzündə 2 dəfə toğyan eləyəcəksiniz, fəsad yaradacaqsınız yeryüzündə. Fəsad. Və la ta'lunna uluvən kəbira. Böyüklərin uluv, yəni səhyonist, nicat pərəstini aləmdə piyadə eləyəcəksiniz. Nicat ayi Qur'andır ha. Hala bunun barəsində təfsirində nə sözlər deyilib, amma istəsək zamanla təfsir eləyək, rivayət varımızı ayatı zamanla təfsir eləməyə. Lətəlunnə uluvvən kəbira ta axır fəizə caə vədu ulahuma əvvəlimci vədə çatanda, Allahın vədəsi var bu aləmdə. Bəəsnə aleykum ibadən uli bəsin şədid. Bir iddə bəndələrimi hərəkət verəcəyəm sizi tərəfsə cəngicu, rəzməndə, mücahid, möhkəm, qorxmayan. Ulu bəsin şədid, fəccasu xilalət diyar. Elə sizi sərqub eləyəcəklər, o fasidlərinizi evlərinizdən çəkib çıxardıb öldürəcəklər. İmam Sadiq buyurdu, Vallahum əhlukum, Vallahum əhlukum, Vallahum əhlukum. And olsun Allah'a qumlar bu işi görəcək. Qum, yəni İran. Qum, yəni təşəyyü və əfkar. Allahümme